Gözdə hələ çəkmir. Hə, başla. Salam dostlar. Demək gedirik İstanbula, yarışa gedirik. Bu da yanımdadır Emil. Yəqin yarışlarda hərdən yanımda görmüsünüz də. Əfsanəvi məşqçi Emil Vəzirov. 6 idman növündən məşq keçir. Salam aleyküm. Gedirik inşallah İstanbula bayraq qaldırmağa. TV-də döyürsən. Hə, gedirik inşallah bayraq qaldırmağa. İsmət Quliyev bizim peşəkar boksçumuz. WBC kəmər sahibi. Yaxşı, çox uzatma. Gedirik İstanbula. Hə, gedirik İstanbula. Bu da mənim tələbəm arxada, Riyad Abdullayev. Gedirik ikinci döyüşə inşallah. Uğurlar. Uğurlar bizə yolda yenə söhbət eləyərik. İnşallah. Gəlib çıxdıq İstanbula, Kadıköydəyik. Mezo otelə gəlmişik. Otel danışırıq. Hə, utanma, bax. Utanma yaxşı. Oteldən qovdular bizi, gedirik başqa otelə. Zarafat edirəm, qiymətlər razılaşmadıq. İndi gedirik başqa otel axtarmağa görə haranı tapa bilirik. Bu da bizim komandamız. Gəlmişik yeməyə, otel tapa bilmədik elə. Aynı et dönen gibi abi. Fiyatı nasıl? Abi ayvalar kavurma kaçına kadar? Görək 200 nə abi. təklif eləyir. Ama büyük ekmeğe. Adı nədir? Adı nədir? İsmi nədir? Alttan yapayım mı? Ne? Alttan yapayım abi. Qovurmalı tost. Kaçma? 200 220. TL. 200 dedin axı. 200 lira ne ödüyor abi? Olur mu? Bazarlıq eləyirik görək. Olsun ya. Hələ ki otel tapırıq. Kadıköydə küçədə qalmış. Olan deyirəm da, otel tapırıq da. Amma tapacağıq, axtarırıq. Tariyel də burada məşhurdur. Gəlib gedən salamlaşırıq. Şəhərdəyik, hələ ki Kadıköydən kənara çıxmamışıq. Deyirlər şəhərdə, Laçın da buradadır. Salamlayır o da. Hə. Deyirlər şəhərdə nümayişlər var. Onu tapmağa çalışırıq ki, gedək görək nümayişlər hardadır, onu da çəkib göstərək sizə. Bilirsiniz, bu aralar Türkiyədə siyasi vəziyyət qarışıqdır. Gedək görək nümayişlər hardadır, nə qədər insan var. Kadıköydə Boğan heykəlinin yanına gəlmişik. Deyirlər, bura çox məşhurdur. Bütün gələn turistlər gəlib buranı ziyarət edir. Gördüyünüz kimi. Burada cəmaət şəkil çəkdir. Hə, belə. Belə çəkim ki, Boğanı görə biləsiniz. Bax, tramvay xəttidir. Gördüyünüz kimi hava istidir, günəşlidir. İnsanlar gəzir. Bura Kadıköylə məşhur küçəsidir, deyilənə görə. Laçın elə deyil. Gördüyünüz kimi belə bir küçədir, tramvay keçən küçədir. Maraqlıdır. Belə də göstərək. Hə, Laçın müəyyən müddət, 1 ildən çox Kadıköydə işləyib. Dediyinə görə bura Kadıköyün ən mədəni küçəsidir. Kadıköyün yoxsa ümumi İstanbulun? Kadıköy ümumi İstanbulun belə deyim ki, ən mədəni yerlərindən biridir. Ən təhlükəsiz səmtlərindən biri sayılır. Yəni insanlar mədənidir, heç kimdən işi yoxdur. Belə Asiya hissəsidir də buraya. Anladım. Bura Asiya hissəsidir. Belə. Görüntü belə. Bu da belə bir maraqlı küçə. Tramvay da gəldi. İndi Bakıda tramvay yoxdur deyə bizə qeyri-adi gəlir. Deməli, burada Kadıköydə belə bir divar var, qədim divar, hamamın divarı olur. Burada məlumat lövhəsi var. Kaçıoğlu hamamı, kəmər və divar kalıntısı. Ancaq divarı qalıb da gördüyünüz bu hissə. Sultan 1. Abdülmecid dönəmi 1839-1861
Saray 1840 yılında Saray Sarrafı Ağop Koçayan adına yapılmıştır. Yəni belə bir də var. Çox da qədim deyil əslində, 19-cu əsrdə. Çox da qədim deyil də, yox. Amma belə qədimlik Hardasa 160 oradan 85. 185 il əvvəldir. Eradan əvvəl dövrdə. Amma belə maraqlı görüntüsü var da şəhərin ortasında görürsüz, saxlayıblar bunu. Bu da kilsədir Kadıköydə. Xaç görürsüz başında. Dedi. Tramvay yenə gəldi. Bir gün inşallah Bakıda da olar tramvay. Burada elə bir qədimi bina var. Gördüyünüz. Çox maraqlı görünüşü var. Araşdırmağa çalışdıq ki, görək bu nə binadır. Məlumat tapa bilmədik. Qarşısında falan məlumat lövhəsi yoxdur. Qapısı da bağlıdır. Düzdür, içəridə adamlar var idi, amma qapısı bağlıdır. Burada çox maraqlı kafelər var. Əsasən terasda cəmaət bayırda otururlar. İndi düzdür, adam azdır. Qarşıda isə biraz qabaqda sahildir. Deməli, Kadıköydə gəzən yerdə bir həm yerinizə rast gəldi. Adın nədir? Toğrul. Burada nə işlə məşğulsun? İşletmeciyim. Burada işləyir bu kafedə. Yolunuz buradan düşsə, adı nədir kafenin? Kemal Usta. Kemal Usta kafesi. Kadıköydə Moda Caddesi. Moda caddəsinə yolunuz düşsə gələrsiniz. Toğrul. Nə verirlər burada? Toğrul. Cilveli tatlılar var. Şirniyyatlar, sonra Çay, kafe. gəlin Toğrulun qonağı olun. Gözləyirəm. Gəldik sahilə. Çox qəşəng mənzərədir gördüyünüz kimi. Sahildə də belə kafelər var. Kafelərdən çox qəşəng mənzərə varsa dənizə tərəf. Belə ümumiyyətlə buranın mənzərəsi çox qəşəngdir. Belə də çəkim görün deyə. Yəqin ki, çoxunuz İstanbulda olmusunuz. Elə bizə elə uzaq yer deyil, amma yenə də mənim videomdan da baxın İstanbula. Bu da suyu çəkim yaxından görürsüz. Meduzalardır. Nə bildim meduzadır? Yaxşı göpə basma. Meduza. Amma su təmiz görsənir belə. Balıqları var. Suyun dibi görsənir. Balıqlar da var. Ha. Axşamlar deyir burada insanlar gəlib otururlar özlərindən stullarını, nə bilim, çaylarını, kofelerini gətirib burada belə oturub dənizi seyr eləyirlər. Buradan gördüyünüz kimi İmamoğlu, Əkrəm İmamoğlu'nun şəkli İstanbulun meri hal-hazırda həbsdədir. Ümumiyyətlə İstanbulluların çoxu deyir, əksəriyyəti CHP-çidir. Mitinqlər olan yerə də gedəcəyik yəqin ki. Hələ ki sakitçilikdə axşama doğru deyir, cəmaət toplaşır. Starbucks'da oturmuşuq. Kofe içirik. Emil müəllimin hesabına Emil müəllim qonaq eləyir biz. Emil əl elə. Qanı qaradı biraz hesabı verib deyə. Çəki mərasiminə gəlmişik. Burada Kadıköy boks klubundayıq. İstanbulda hal-hazırda böyük tədbirlərin keçirilməyinə icazə vermirlər. Bildiyiniz kimi siyasi məsələlərlə bağlı ola bilsin. Ona görə yarışımız da oldu. Biz də buranı dəyişəcəklər. Onu da videoda görəcəksiniz. Mənim ürəyimdir. Sabah qismət görəcəyik. Deməli həkimdən də keçdik. Sonra tərəzini də verdik. Tərəzidən çəkini verdik də tərəziyə. Prosta orada həyəcanlı olduq deyə çəkənmədik video da. Orada face to face paylaşdığımı çəkəcəm. Yəni yerləşdirəcəm, görəcəksiniz. Sabah döyüş. İnşallah qələbə. Qələbə. İnşallah. Sabahları İsmət Quliyev 17-ci döyüşü qələbə ilə inşallah qazanacaq. Allahın izni ilə.
paylaşacağıq Bizim ölkələrimiz Azərbaycan inşallah. döyüşçülərimizə, peşəkar boksyorlarımıza. Yaxşı, Allah daha razı olsun. Asteva variantı burada danışma da yaxşı. Hə. Biraz səmimi ol. Hə, bu üçün inşallah. O üçün qələbə qazanacağıq Qələbə inşallah. inşallah qazanacaq, polibom inşallah. Bu da gecə gəzintisi, çıxmış gecə gəzintisinə. Elə Kadıköydə, elə ki Kadıköydən kənara çıxmamışıq. Belə. Belə görürsünüz sıxlığı. Belə bir küçəyə gəlmişik, deməli kafelər olan küçədir. Burada içki, spirtli içki içməyənə deyəsən pis baxırlar, ona görə buradan tez çıxmaq lazım. Cəbhə xəttindən məlumat veririk. Görürsünüz, Əkrəm İmamoğlu'nu bugün həbs ediblər. Ona görə şəhərin hər yerində etirazlı, hətta burada da küçədə cəmaət eşidirsinizsə etiraz səsləri gəlir. Səs gəlir görə. Mən videonu qoşan kim səs kəsdi. Əksinə az olanda aparmaq daha asan. Belə küçələrdə insanlar etiraz edirlər. Polis tutub aparmır. Bunu öz başına alır. Buram bitsin. Köşeden çekeceğim. Bundan sonraki maç hazır ol. Bundan sonra kim oynuyor? Apartmanı çeviriyoruz, apartmanı çeviriyoruz. Daha apartmanı çeviriyoruz. Aynen. Sen bir bak da şeye. Sağ, yorulmuş. Yorulmuş. Koç ve.
döyüşümüz bitdi, yarışımız. İndi aeroporta gedirik, İstanbula yağış yağır. Açığı döyüşümdən o qədər də razı qalmadım. Mən birinci raundda onu nokautla udmağı hədəfləmişdim, amma birinci raunddan sonra imtina elədi döyüşməkdən. Amma yenə də qalib gəldik. 16-cı qələbə, yolumuza davam.